19 Mart 2025-ci ildə Göyçayın Mırtı kəndində 1-ci Qarabağ müharibəsi şəhid Behbudov Daşkın Nəsrəddinoğlu'nun dəfn mərasimi keçiriləcək. Onun mərhum şəhidimizin qardaşıyam, böyük qardaşı deyərək də. Qardaşım 1970-ci il fevralın 27-sində anadan olub öz kəndimizə, bu həyətdə, burada böyüyüb, burada boya başa çatıb. Öz kəndimizə hər məktəbə gedib, yaşı çatıb, keçmiş Sovetlər Birliyinin hərbi hissəsində o vaxtki müddətli hərbi xidməti keçir. Hərbi xidməti qutarıb gələndən sonra gözmədi də, könüllü dedi ki, mən döyüşə getməliyəm. Kəndimizə bir neçə şəhid gəldi, ondan sonra gözmədi, getdi, ərzə verdi, könüllü getdi. Yəni çağırışı kimi getmir də, könüllü gedir. 24 yaşında getmişdi. Müxtəlif istiqamətlərdə döyüşüb, amma son bizə məlum olan döyüşü olub Füzuli rayonu Şükürbəyli istiqamətindəki döyüşlərdə. Yəni bizə sonuncu məlumat orada bilmişik. Ondan sonra məlumat olmuyor. Və onunla döyüşən uşaqlar sözlərinə görə onlar olan istiqamətdə güclü minamet atəşinə tutulub, bir neçə nəfər sağ qalıb, əksəriyyəti sağ qalmayıb. Sonra da nə olub heç kimi bilmir. Şəhidlik statusu 2007-ci il məhkəmənin qərarı ilə şəhidlik statusu verilmişdir. Dəfn olacaq ayın 19-u, martın 19-u saat 2-də bu həyətdə. Yəni boyub yaşıb rətliyib oradan dəfn edəcək, son mənzil yola salacaq. Behbudov Daşkın subay idi, başqa uşaqlar kimi onda istəklisi var idi, arzusuna çatmadı. Çox vətən sevdalı idi. Vətəni çox istəyirdi. Belə valideynlərindən çox vətəni sevdi, vətəni seçdi və başqalar kimi o da könüllü getdi və 94-cü il girəndə yeni il ərəfəsində o xəbərdarı tuta bilmədik onunla. Əvvəllər Tərtər istiqamətində, su qovuşan istiqamətində vuruşmuşdu. Sonradan onun biz sorağını eşitdik Füzuli bölgəsində, yuxarı Seyid Əhmədli, aşağı Seyid Əhmədli, Şükürbəyli kəndləri ətrafında döyüşlərdə xəbərimiz oldu. Bir müddətdən sonra xəbərimiz olmadı. Anam 10 il yarım insult keçirdi, gözü yollarda qaldı. Ailəmizin son beşiğiydi, hamımızın istəklisi, sevimliydi. Anam o ayrılığa dözənmədi, amma insult olandan sonra 10 il yarım yenə yataqda onu gözlədi. Gələnlə gedəndən daim onu soraqlayırdı. Hər an soruşurdu, bizə Daşkından mənə bir xəbər deyin, Daşkından bir xəbər deyin. Bəzən yalan danışmağa məcbur olurduq ki, xəbər var, haradasa çəkiliş olub, onlar da çəkilib, orada görünür. Belə yaşatmağa çalışırdıq. Hər halda Daşkın deyə 2007-ci ildə bir də o dünyasını dəyişdi. Atam özü oğul deyə 2014-cü ildə dünyasını dəyişdi. Yəni övlad həsrəti ilə qoruldular, həmçinin bacılar. Daim yolun gözləmişik, hər an yolun gözləmişik. İndi sağ olsun prezidentimiz, hökumətimiz, xalqımız, Daxili İşlər Nazirliyi, yəni Dövlət Təhlükəsizlik Xidməti sağ olsunlar ki, deməli işləyən var, dövlətimiz fəaliyyət göstərir, şəhid ailələrinə qayğı göstərir ki, onu tapdılar. Bu bizə bir toxtaqlıqdır, sərinlikdir ki, şükür ki, gözlərimiz yoldan yığıldı. Yəni hamısına təşəkkür edirik ki, şükür ki, gözümüz yoldan yığıldı.